Dəyərli izləyicilərim, kanalıma abunə olub, like verməyinizi unutmayın. Bir daha deyim ki sizə, kanalıma 67% insanlar abunə olmamış baxırlar. Onu da sizə deyim ki, kim istəsə mənə maddi dəstək olmaq, yəni donat eləmək, aşağıda kart nömrəsi qoyacağım. Kimin ürəyindən, qəlbindən nə keçir, yəni dobrovolnudur, heç bir zorluq yoxdur. Bu, nə qədər ki siz donat edirsiniz, o qədər mən yeni videolar buraxmağa imkanım yaranır. Ona görə ki, keçən 3 videoma 120 min adam baxsa da, o pişi 27 manat 50 qəpik pul yığıldı. O 27 manat 50 qəpikdən də getdim və bunları aldım ki, bunlarda çəkim öz fikrimi bildirim sizə. Biraz ürəyiniz rahat olsun. Salam dəyərli izləyicilərim, hamınızı salamlayıram. Bugünkü videom Azərbaycanda satılan düyülərdən olacaqdır. Yəni baxın, basmati düyülərdir və bunu başqa bir nümunəsini sizə göstərəcəm. Yəni bəri başdan deyim, sıracı xeyterlər mənə xeyt eləməsinlər ki, o yumru düyüdür, bu yumru düyüdə öldü. Nə demək istəyirdim? Azərbaycanda bir dəqiqə cəmiyyətdə çox şey yayılıbdır ki, nə bilim, saxta düyü var, sonra plasmas düyü var, plastik düyü var, Kitayda düzəlmə düyülər var, o var, bu var. Buna görə bu videonu tam axıra qədər izləyin. Maraqlı məqamlar sizə göstərəcəm və maraqlı informasiyalar verəcəm. İndi isə diqqəti gətirmək istəyirdim nəyə? Üstünə Hindistan məhsulu yazılsa da, Hindistan Made in India yazılan, yəni Hindistanda istehsal olmuş düyülər yazılsa da, mən diqqətimi yetirdim ki, Hindistanda qablaşdırma bu düyüdə olubdur və bu düyüdə diqqətimizi yetirsək, bir dəqiqə görürsünüz, yazılıbdır, Hindistanda qablaşdırılmışdır və bu Əşrəfi düyüsündə də yazılmışdı ki, Hindistandır, bu da belədir. Yəni, qalanına baxanda, sultana baxsaq, bax, bircə dəqiqə burada rus dilində, Azərbaycan dilində və nə yazılır burada? Qablaşdırıcı müəssisənin adı və ünvanı. Sunfood Bakı, nə bilim, MMC, bunu qoyuruq qırağa. Alimşah, yəni göstərim hamısı dəqiq olsun. Sifarişçi və qablaşdırıcı MMC ünvan Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi. Sonra bunu göstərdik. Tamaşadır bu deyəsən. Bura yazsa da Hindistan məhsulu, biraz diqqətimizi yetirsək, qablaşdırıcı Bolluq LTD MMC-dir. Bu da dediyim kimi Azərbaycan Bakı şəhəri, Böyük Şor qəsəbəsi. Muhabbat Hindistan yazsa da, bir dəqiqə, bura gələk yenə də baxaq. Mənşə istehsalçı, sifarişçi və gəlirik yenə qablaşdırıcına, yenə eyni bir şirkətdir. Yəni bu eyni, bolluq eynidir. Ankara, hamı Ankara deyəndə düşünür ki, Türkiyə məhsuludur, Türkiyədən gəlir. Brend olaraq bəli, yəni Ankaradır. Amma diqqətimizi yetirsək, zakazçik, sifarişçi, Veysel oğludur. Hamı məndən gülür, kameramanım da. Qablaşdırıcı Xonça MMC-dir. Sonra, mən indi sizə bəzi testlər göstərəcəm. Bəzi testlərdə baxacağıq videomuzda. Görəcəyik nədir, nətərdir, nətər olur. Ona qədər sizə demək istəyirəm ki, kanala like verin, abunə olun. Daha çox abunəsiz baxan insanlar var. Çox xahiş edirəm. Analitikada baxıram ki, 67% insan mənim kanalıma abunə olmadan baxır. Abunə olun, kanalımız daha irəli getsin. Və aşağıda mənə donat eləmək istəyənlər üçün, yəni mənə dəstək olmaq istəyənlər üçün kart nömrəsi qoyuram. Orada daxil olub baxa bilərsiniz. Kimin ürəyindən nə keçir, mənə dəstək ola bilər. Ona görə ki, axırıncı 3 videoma hardasa 120 min adam baxdı. Vallahi 27 manat pul gəldi donat. Hamısı 1 manatla, nə, yəni Allah canınızı sağ eləsin, 5 manatla, 2 manatla, opşi 27 manat yığıldı, getdim bunları aldım. Əslində başqa məhsullarda da alıb, öz rəylərimi, öz fikirlərimi bildirmək istəyirəm. Sadəcə sizdən maddi dəstək hər zaman lazım olur. Ona görə ki, məhsulları marketdən mənə pulsuz vermirlər. Ona görə biz indi testlərimizə keçək. Dəyərli izləyicilərim, dediyim kimi bunu addelini bir, belə deyək də, paralelni eksperiment kimi sizə göstərəcəm. Bu yumru düyüdür, şlifovka olmuş düyüdür. Şlifovka olub, nə olub? Opşum yumru düyüdür, qırıntılı düyüdür. Bundan biraz tökürük bura. Yetər.
Bu burada bizdə duracaqdır. Bunun heç bir şeyi yoxdur. Yəni, bu belə. İndi isə nə demək istəyirdim sizə? Əsl keyfiyyətli düyü, sonra saxta olmayan düyü, normal düyü suya düşəndə suyun altına düşməlidir. Yəni, üzdə üzməli deyil. Ona görə birinci biz götürürük əşrafi düyüsündən, götürürük, bax, belə əşrafi düyüsündən bir xışma tökürük. Görürsünüz, üzən qalmır. Yəni, düyü gedir suyun dibində. Sonra açırıq məhəbbət düyüsünü. Məhəbbət düyüsünü görürsünüz, qəşəng upakovkalayıblar ki, nəmişliyi olmasın. Əşrəf düyüsündən də baxıma belə tökürəm. Görürsünüz, bir xışma. Əşrəfin düyüsündən də, əstəğfurullah, mühabbətdir bu, əşrəf oydu. Bundan da suyun içinə atırıq. Görürsünüz, yəni üzdə qalan indi bir-ikisi qoy görək bu nədir? Hə, o da batdı. Yəni, düyü əgər suyun üzündə qalmırsa da, demək ki, o düyü plastik düyü deyil. Kim ki, bəzi iddialar var ki, plastik düyülər olur. Plastik düyü deyil. Baxın, fikir verirsiniz. Qaldı suyun altında. Yəni, bax, ha belə eləsəm də suyun altındadır. Sonra biz indi bax, bunu biraz belə eləyə baxırıq, görək nə qədər kraxmalı çıxacaqdır. Bu əşrəfi düyüsüydü. Kraxmal onsuz da kraxmal hər düyüdə olur. Ona görə ki, bu krupadır da, krupa. Baxın, gördünüz? Bu belə olur. İndi biz qavların bəlkə də azdır, bəlkə də az deyil. İndi çalışacağım, helləyəm ki, hamısını bəlkə də eyni usulda yoxlayaq, ya da ki, bir-bir töküb sizin üçün yoxlayacağım. Hə, dəyərli izləyicilərim, baxın, sonunda belə qərara gəldim. Qavların fərqli olsa da qınamayın. İndi keçirik tamaşa düyüsünə. Tamaşa düyüsünü də açaq. Baxın, görürsünüz, hamısı belə upakovkalıdır. Bundan da bir xışma tökəyin. Baxın, belə görək. Görürsünüz, suyun altında qaldı. Demək, tərkibində plastiklik, saxtalıq barəsində də söhbət edəcəm. Saxtalıq tək plastikdən deyil. Ona görə keçirik indi. Bu, Hindistanda qavlaşdırılmış Besta. Görürsünüz, bunun özünün şeyi də var. Bunu nətər açaq, biz nətər açaq? Dırnaqlarımla. Kameramanım qayçı göstərdi. Nasıl? Biz gəncəllər qayçı şeyləmirik. Nabarot. Baxın. Buradan da götürürük, düyünü tökürük. Görürsünüz, bu düyü də suyun altında qaldı. Demək, iddia olan plastik söhbəti. Yəni, özümüz fikirləşək də, plastik elə bir şeydir ki, suda olanda suda üzməlidir, bir. İkincisi, plastikin bahadır. Plastikin məhsul kimi olaraq bahadır. Yəni, onun rentabilin olası deyil ki, o plastik olsun düyüdə. Görək, plastik əlaməti verir. Xeyr, bu da qaldı suyun altında. Bu nə idi? Bu Alem Şah. Sonra keçəyin sultana. Bunu da dediyim kimi var. Sultanın şeyi yox idi. Nədir onun adı? Falqası yox idi. Sultan elə belədir. Zamaroççusu olmayıblar nədənsə. Yəni də düzgün deyil, nəmişlik çəkməyin üçün. Bu da qaldı suyun altında. Fikir verdiyiniz kimi hamısı eyni nümunədə suyun altındadır. İndi isə dəyərli izləyicilərim, bu testimiz nəyi göstərir? Bu testimiz onu göstərir ki, mən indi sudan danışacağım, hamısını sizə izah edəcəm. İlk növbədə plastik əlamətləri yoxdur. Fikir verirsiniz, hamısı suyun altında qaldı, heç biri suyun üzünə üzmədi. Baxın, görürsünüz. Amma məsələ başqa şeydədir. Bu suyun testində tək plastik deyil. Suyun testində olan, belə deyəndə, dünyada saxtalaşdırılmış düyülər var. Onu nədən hazırlayırlar? Mən sizə izah edeyim. Onu ya düyü unundan, yəni atrabotka olmuş düyülərin qalığından un düzəlir. Həmən onlardan adi xamır kimi yoğrulur. Ekstruder deyilən bir aparat var. Ekstruderin içindən
böyük davleniyanla keçirilir, düyü formasından keçirdirlər və emal olur düyü. Bunu da əslində saxtalaşdırmaq üçün eləmirlər. Çox vaxtı glutensiz qidalanmaq istəyən insanlar, yəni bu şeylər üçün kiməsə tutaq ki, düyü olmaz, könüllü düyü çəkir. O düyüyə bəzi vitaminləri əlavə eləyib, bunu eləyib, onu eləyib, belə bir düyü hazırlayırlar. Amma təəssüflər olsun ki, bəzi ölkələrdən ixal eləyənlər, hamısını demirəm, bəziləri var, onu sadəcə adi unla da eləyə bilərlər, dadlaşdırıcı qata bilərlər və yaxud rəhləşdirici qata bilərlər və ondan elə bir saxta düyü hazırlayırlar. Amma yenə də həmən düyü gəlib, belə deyək də, Azərbaycan şeyinə çıxmaq üçün məncə o tez dağılardı. Ona görə ki, biz əslində düyü yeyən millətik. Bizdə aş, yəni mətbəximiz zəngindir. Ona görə düyü bizdə tez-tez istifadə olunur. Bir də ki, nə ilə məşğul olurlar? Bəzi Nidabrasovesni istehsalçılar düyü köhnəldikcə, düyü köhnələndə, indi hamısı düyü satılmır. Düyü köhnələndə həmən düyünü götürürlər. Spesial elevatorlar var. Elevatorlara yerləşdirib, o elevatorların içində o düyüləri şlifovka eləyirlər. Yəni ağardırlar, üzünü biraz yonqalıyırlar, belə lor dilində desək. Həmən ondan sonra o düyü ağappaq olur, super olur, o düyünü təzədən vitrinlərə buraxırlar. Belə şeylər ola bilər. Yəni, onu qeyd etmək istəyirdim ki, mən hələ ki, bu dəqiqədə, videonun bu dəqiqəsində saxta plastik olan düyülərə hələ də elə inamım yoxdur. Ona görə ki, həmən düyüləri istehsal eləmək nerentabilni, yəni bu həmi baha başa gələcək, həmi izah eləyək də, o plastik olsa da plastik deyirik. Plastiki biz bədənimizdə yeyəndə həzm olunmaz bir. Ona görə ki, biz düyünü 100 qram yemirik. Mən özümdən götürürəm. Bir aş pişəndə bu boyda boşqaf aş yeyirəm. Mən o boyda aşı yeysəm, o düyü plastik olsa, elə orada da yaz konkat kinut eləyərdim. Yəni, indi bu düyünü nəyə görə şey eləyirdim? Baxın, həmən bu dediyim ağ düyüdür. Bu, skoriye всего, şlifovka olmuş düyüdür. Bir dənə bir sıxışdıraq görək nə tərə aparır özünü. Baxın, hələ ki, belə 10 fason olur. Yəni, o qədər şlifovka olub. Bu da ağ düyüdür. Bu da zerno olmalıdır. Amma yenə də zerno var. O qədər də şlifovka olunmur, qıraxmalıdır. Qoy biraz da suda dursun, görək nəticəsi nə olacaqdır. Sonra, bax, bu düyüyə fikir verirsiniz. Bu düyü də eyni sudadır. Həmənki kimi sudadır. Bu düyünü də götürək, bax, belə sıxışdıraq. Nə qədər sıxışdırsam da görürsünüz, ağarma məsələsi yoxdur. Yəni, fərq nədədir? Şlifovka olmuş bu düyü, ya şlifovka olubdur, ya ekstruderdən keçiribdir. Bunu birazdan sonra biləcək ekstruder. Skoriye всего, şlifovka olmuş düyülərdir. Onun üçün ağardanda kraxmalını daha çox verir. Yəni, ekstruderdən keçirdən və şlifovka olanda kraxmalını daha çox əlavə edirlər ki, ağlığı olsun. Baxın, bu belə oldu, bu gözəldir. Ağlığı olsun, sonra biraz cəlbedici olsun. Bir də ki, ümumiyyətlə, saxta düyü, saxta yox, iskustvenni, belə deyim, suni düyü hazırlayanda bəzi glutensiz yeyənlər üçün, əgər elə bir şey düşünürlərsə da, yəni elə belə saxtalaşdırıb o trüblərdən, yəni düyünün qırıntılarından zibilə atmamaq üçün hazırlayırlarsa, zibilə atmamaq üçün, onu pul eləmək üçün eləyirlərsə də o başqa məsələdir. Onlara çoxlu nişasta qatılır, kartoşka kraxmalı, qardalı kraxmalı, sonra adi sadə unumuz, sadə unun içində də çoxlu kraxmal olur, sonra düyünün özününki, yəni qatma qarışıq olur, ona görə çoxlu kraxmallıq verir. Bu mühəbbət düyüsüdür. Məhəbbət düyüsünü də götürəyin, bax belə, görürsünüz, sıxışdırsaq da genə də normal düyüdür. Fikir verirsiniz? Normal düyüdür. Sonra bu hansıydı? Tamaşa düyüsü. Tamaşa düyüsündə yenə də görürsünüz, hamısında kraxmal çıxacaqdır. Bu krupadır, bir daha təkrar edirəm. Amma görək, ekstruderdən keçmə əlaməti varmı? Xeyr, yoxdur, görürsünüz. Ağarmır, dağılmır. Baxın, bir dəqiqə, belə də bir əzsək də. Bax, görürsünüz, normal düyüdür bu da. Onun kimi. Sonra Besta düyüsünə keçək. Hindistanda istehsal olmuş. Bunların hamısı, burada bax, bu danışdığım, dediyim, bunların hamısı mənim subyektiv öz fikirlərimdir. Öz fikrimi bildirirəm. Mən sizə nə reklam, nə anti-reklam eləmirəm.
Sadəcə öz fikrimi bildirib deyirəm ki, yəni mən düyü alanda belə yoxluyuram. Bilmək istəyirəm. Baxın. Görürsüz? Bu da normal düyüdür. Yəni heç bir ekstraordinarlı bir şey yoxdur. Yəni o kim ki danışır ki, ay nə bilim bu plastik belə gəldi, plastik elə getdi, Kitaydan düyü gəldi. Hər şeyi başa düşürəm. Amma ən azından rentabilin olası deyil saxta düyü düzəltmək. Gözəl insanlar. Elə uydurmalara biraz aldanmayın. Baxın. Normal düyüdür. Heç bir belə super nəsə problemi də yoxdur. Baxın. Bu da belə getdi. Elə bir şeylik vermir. Sonra sonuncu nə idi? Sultan düyüsü. Sultan düyüsündə də baxaq. Kraxmalı olacaq. Lüboy düyüdə kraxmalı olacaq. Yəni bunun heç bir super nə bilim şeyi yoxdur. Apasınlığı yoxdur. Lüboy düyü kraxmalı olacaqdır. Baxın, yoxlayaq. Görürsüz? İndi isə dediyim kimi bir daha təkrar edeyim. Bu videoda bütün fikirlər, bütün elədiyim hərəkətlər hamısı mənim subyektiv öz fikirlərimdir. Mən düyünü nə tər seçirəm, özüm üçün nə tər seçim eləyirəm, onu paylaşıram. Nə reklam, nə anti-reklam deyil mənim videolarım. İndi gəlirəm təzədən bax bu Ankara'ya. Bir dəqiqə götürəyin. Bax bu həmin o yumru düyüdür. Görürsünüz, şlifovka olubdur deyən. Baxın, bax belə oxalanır. Atparivitsa olub, şlifovka olub. Yəni baxın, bax nə qədər əlimdə sıxsam da fikir verdiniz, bax oxalandı getdi. Bunların da hamısı nədir? Baxın, yəni özünüz mənə, özünüz də qiymət verə bilərsiniz, özünüz də bilirsiniz. Bəlkə mən nə isə səhv elədim, siz komentarlarda yazıb onu mənə deyə bilərsiniz. Baxın, düyüdür, düzdür. Yoxladıq. Bax bunu onun üçün nümunə üçün aldım. Yəni bir daha təkrar edeyim ki, özüm üçün. Baxın, bax bu belə oldu. İndi isə dəyərli izləyicilərim, nə demək istəyərdim? Test deyəndə, qiymətləndirmə deyəndə, birinci yer, ikinci yer deyəndə, birinci yer, ikinci yer burada olmayacaqdır. Nəyə görə olmayacaqdır? Ona görə ki, hər bir düyü, yəni istehsalçısından asılı olmayaraq, baxın, bu Hindistanda qablaşdırılıb, Hindistanda olubdur, Hindistandan gəlib. Sonra bu da Hindistanda qablaşdırılıb, Hindistandan gəlibdir bu vəziyyətdə. Üstünə yazdıqlarını deyirəm ancaq. Bunlar da normaldır. Hindistan məhsulu olaraq, mənşəyi Hindistan olaraq bu birisi düyülər də yenə də qablaşdırılsa da, Azərbaycanda da harda qablaşdırılsa da normal düyülərdir hamısı. Ona görə bugünkü bu su testimizdə birinci yeri verirəm mən bu düyülərin hamısına. Yəni ay buna 5-ci yer, buna 6-cı yer vermirəm. Nəyə görə? Ona görə ki, keyfiyyətsiz düyü də suya atanda üzə qalxır. Sroku keçmiş, köhnəlmiş, belə düyülər həmişə üzə qalxırlar. Yadınızda saxlayın. Gördünüz, heç biri üzə qalxmadı. Heç biri qalxıb, nə bilim, əlimizdə oxaladıq bir ekstruderdən keçmişin əlamətini vermədi. Burada isə Ankara'da bunun belə olmağı, skорее всего, şlifovkası çox olubdur və yaxud atparivitsa olub ona görə. Yəni sadə belə deyək də, hər yumru düyü də götürsək, belə bağdan da belə götürsək, əkin yerindən yumru düyünü belirləyən kimi elə un kimi oxalanmamalıdır. Bu mənim subyektiv öz fikrimdir. Anti-reklam eləmirəm, reklam eləmirəm. Amma yenə də bax, iminlə bu götürdüm. Nəyə görə bunların içində buna addelinə qiymət vermirəm? Ona görə ki, düyü növü başqadır. Düyü növü başqadır. Amma yəni bax, belə olmalı mənim fikrimcə. Düyü növü, bax, düyü belə olmalı deyil. Belə oxalanıb bu boyda kraxmal verməməlidir. Başa düşdünüz? Ona görə indi davam eləyək, keçək ikinci testimizə. İkinci testimiz nədən ibarət olacaqdır? Çox adam internetdə yandırırlar düyüləri, deyirlər ki, plastik olsa yanacaqdır, plastik olsa plastilin iylənəcək, o olacaq, bu olacaq. Dedim, mən də bu testi sizin üçün göstərim və mən elə belə yanı durub yandırmayacağım. Hamısını bax edəndən sonra sizə açıqlama verəcəm, bir balaca açıqlama verəcəm ki, dəyərli izləyicilərim, gözəl izləyicilərim, hamınız maarifli olasınız və biləsiniz ki, niyə yandı, niyə yanmadı. Onun üçün davam eləyək. Dəyərli izləyicilərim, əgər səs gəlirsə da pışıltı, o vıtişkanın səsidir. Onu taxdım ki, bu iyi iyləməyim. İndi, baxın, götürürük bu boyda düyünü, görürsünüz da saxlayıram. Baxın, dəyərli izləyicilərim, görürsünüz, tüstüləməyə başlayır.
Düyü yavaş-yavaş yanmağa başlayır. Baxın, görək qocam tüstüsü nə ilənir. Oy, nətəri iləndi. Kes pişir. Dəyərli izləyicilərim, baxın, yandı. Düyü görsüz nətər yanır. Tonqal kimi yanır. Şam kimi yanır. Görəsən düyü niyə belə yanır? Bu bizdə nə idi? Əşrəfi düyüsü idi. İndi o birisi düyünü yoxlayaq. Baxın dəyərli izləyicilərim, görün nətər bu kömür oldu. Kömür oldu, kömür. Oy, iyi də. Dəhşət. Bu isə Ankara düyüsüdür, yumru düyü. Dedim, bunu abdilət eləməyim, yetimsəni də yandırım, baxaq. Baxın dəyərli izləyicilərim, bu yumru düyü də yandı. Açıq odla yanır. Bu nə deməkdir, siz də kommentariyada yazın. Mən indi açıqlama verəcəm. Görürsünüz, içində pompur oldu. Niyə belə oldu? Qoy görüm, indi keçirdim, bir dənə iyiliyim, görüm nə iylənib. Tüstülədi beləcə, boy. Of. Baxın, bu Hindistandan gələn Bestadır. Bestadan da biraz götürək. Belə qaşığımıza qoyaq, görək. Bu nətərdir? Bu da yanacaqdımı, yanmayacaqdımı? Nətər özünü aparacaq? Bircə dəqiqə. Bəsdir. Kameramanımız da deyil, bəsdir. Yandıraq. Dəyərli izləyicilərim, bu Hindistan istehsalı olan da yandı. Bestası. Besta. Adı Bestadır. Görürsünüz, yanır. Şam kimi. Mən indi bir dənə keçirdək bunu da iynə baxım. Hə, başa düşdüm. İndi isə dəyərli izləyicilərim, yandırmağımı da gördünüz, düyüləri nətər yanır, niyə yanır. Əslində hamısını da yandırmadım. Ona görə ki, mən onu qəsdən sizə belə göstərdim ki, yəni Luboy yumrusu da yanır, demək tərkibində həqiqdən də kraxmalıdır, nə idi. Yumrusu da yanır, uzunu da yanır. İminlə Hindistandan gələnləri sizin üçün yandırdım. Bunları da yandırsaq, yəni eyni şeydir. Düyü niyə yanır? Ona görə ki, tərkibində uqlivodlar var, kraxmallar var, başqa orqanika var. Yəni, ona görə açıq odda təbii ki, yanacaqdır. Yəni, o demək deyil ki, bu yandı, qara kömür oldu, bu plastikdir. Xeyr, elə bir söhbət yoxdur. O, biraz insanlara hayküy salmaq, vəlvələ salmaq bu məsələlərdir. Əslində, qreçkası da yanacaqdır, buğda da yanır, arpa da yanır. Qarox da yanır, noxud da yanır. Nəyi yandırsa, nə bilim, o şeşəmodu loviyalar da yanır. Hamısı yanacaqdır. Ona görə gözəl insanlar. Düyülərimizdə Allaha şükür elə bir böyük nöqsan görmürəm. Burada ancaq seçim sizin olur ki, ağızdadır. Yəni, bişmə usulu necə bişdi, necə oldu. Bunu qeyd etmək istəyirdim. Sonra cəmaət deyir ki, götürüb şey eləmək lazımdır. Nədir onun adı? Bişirmək lazımdır. Bişirəndən sonra saxlayırsan. Əgər 2 günə, 3 günə xarab oldusa da demək o yaxşıdır, xarab olmadısa demək plastikdir. Olan hamısı boş söhbətdir. Yəni, elə şeylərə qarşı durub, hamımız ağıllı, şuurlu insanlarıq. Yəni, başa düşürəm, hə, saxtalaşma çoxdur, nəyəsə saxta düzəltmə çoxdur. Bir daha bu videoda dediyim kimi, ekstruderdən keçirilən düyülər də var. Amma əslində o ekstruderi işlətmək üçün gələk onların tərkibindən gələk keçilə gluteni yığışdırırlar. İnsanlar var, düyü həcmini eləyə bilmir, amma ürəyə düyü istəyir. Dadlaşdırıcı vururlar, onu, bunu. Yəni, o da çoxsu diyeta saxlayan və necə deyim sizə, şəkər xəstələridir, obesilərdir, bu birislərdir, vitaminləri qəbul eləyə bilməyənlərdir, düyü formasında ekstruderdən keçirdib onu eləyirlər. Videoda da qeyd etdiyim kimi, bəzi saxtakarlar var ki, hansı ki, düyü köhnəlir, o düyünü şlifovka eləyirlər, ağardılar, köhnə düyünü verirlər təzədən vitrinə. O nə deməkdir? O xarab olmuş köhnə düyülərdir. Yəni, onu da ki, mən inanıram ki, Azərbaycan balaca ölkədə hər adam elə düyünü satmaz. Amma yenə də ağ düyü, yumru düyülərdir. Seçəndə çoxsa şlifovka olmuş, aşparini olmuş düyülərdir. Göstərdiyim kimi də elə oxalanmamalıdır. Ona görə dəyərli izləyicilərim, çox sağ olun ki, videomu izlədiniz. Hamınıza təşəkkür edirəm. Bir daha bu videoda qeyd edeyim. Mənim bunların hamısı çəkdiyim videolar subyektiv şəxsi fikrimdir.
Mən reklam anti-reklam eləmirəm. Sadəcə öz fikirlərimi bildirirəm. Sizdən də xahişim nədir? Xahiş eləyirəm. Kanalıma abunə olun. 67% insan kanala abunə olmamış baxır. Like verin. Dostunuza, tanışınıza, yaxınlarınıza linkləri göndərin. Hamı görsün, hamı baxsın, hamı maarifli olsun. Bir də nəyi qeyd etmək istəyərdim sizin üçün? Aşağıda kart nömrəsi olacaqdır. Kimin ürəyi istəsə, dobrovolni, donat eləmək istəsə mənim üçün ki, videolarımız daha tez-tez çıxsın, daha çox videolar, daha geniş olsun, daha videolarımda çəkib öz fikirlərimi paylaşım sizinlə. Yəni bunun üçün. Ona görə hamınızı öpürəm, bağrıma basıram. Maç-maç, quç-quç.